Hər vaxtınız xeyir. Bu dəfədə növbəti qəbul sualı izahını edəcəyik. Demək, sadəcə sizdən bir xahişimiz olacaq ki, kanalımıza abunə olasınız, bildirişləri açıq qoyasınız və bəyənib şərh yazmağı qeyd etməyi unutmayasınız. Belə, deməli, bu mart imtahanlı qəbul sualıdır. Sualı izah etməkdən öncə bilirik ki, hər biriniz bilirsiniz ki, artıq sual ətrafında e, bir sıra müzakirələr də aparacaq ki, təkcə bu sual yox, bu suala uyğun düşə biləcək sualların da kömək ola biləcək izahlar, əlavələr qeyd edək videomuzda. Deməli, sualda belə qeyd olunub ki, dövlət qulluğu haqqında Azərbaycan Respublikası qanununa əsasən 3-cü kateqoriya dövlət orqanlarını seçin. Biz bilirik ki, Konstitusiyamızın 94-cü maddəsində Milli Məclisin qəbul etdiyi ümumi qaydalarla bağlı qəbul etdiyi aktlardan biri də 19-cu bəndində öz əksini tapmış Dövlət Qulluğu haqqında qanundur. Dövlət Qulluğu haqqında qanunun 8-ci maddəsində dövlət orqanlarının təsnifatı, yəni dövlət orqanları kateqoriyalarına söhbət gedir. Və kateqoriyalar və təsnifatlar, ixtisaslarla bağlı bizim öz vəsaitimiz də var və həmin vəsaiti qeyd olunan dövrədə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Və bundan başqa da bizim WhatsApp müzakirə qrupumuz var. Əlaqə nömrəmizə yazaraq həmin o müzakirə qrupumuza da qoşula bilərsiniz. Hər hansısa bir yenilik, vəsaitlər, sual-cavab müzakirələri, hansı ki, hər gün orada gedir, həmin müzakirələrə qoşula bilərsiniz. İndi isə keçək sualımızın izahına. Burada variantlar olaraq qeyd olunub. Bakı şəhər prokurorluğudur, ombudsmandır, aparat olaraq və Azərbaycan Respublikası Hərbi Prokurorluğudur, Şəki Ağır Cinayətlər Məhkəməsidir, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komitəsi. Deməli, Bakı şəhər prokurorluğunu izah etməmişdən qabaq Baş prokurorluqdur, Bakı şəhər prokurorluğudur, Naxçıvanın prokurorluğudur, digər prokurorluqlardır. Bunların izahını edəcəm. Biz bilirik ki, Baş prokurorluğumuz 1-ci kateqoriya dövlət orqanıdır. Bakı şəhər prokurorluğu isə 3-cü kateqoriya dövlət orqanı idi. Bəs Naxçıvan Muxtar Respublikası prokurorluğu neçənci kateqoriyadır? 2-ci kateqoriyadır. Digər prokurorluqlar isə 4-cü kateqoriya dövlət orqanıdır. Demək, biri əlavə edirik. Ombudsman üzrə müvəkkilin aparatı. Hansı ki, tam açılış forması insan hüquqları üzrə müvəkkilin aparatı idi. Ombudsman aparatı bilirik ki, 1-ci kateqoriyadır. Ancaq Naxçıvanın ombudsmanı 2-ci kateqoriyadır, regionallar isə 3-cü kateqoriya idi. Demək, 2-li çıxdı. Hərbi prokurorluq. Deməli, hərbi prokurorluqda 2-ci kateqoriya olaraq qeyd edirik. Bu da yanlışdır. Bu variantı da çıxırıq. Şəki Ağır Cinayətlər Məhkəməsi, bütün Ağır Cinayətlər Məhkəməsi hamısı eynidir. İstər Sumqayıt, istər Şəki və digərləri daxil olmaqla bunların hamısı 3-cü kateqoriya dövlət orqanı idi. Və Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının katibliyi. MSK ümumiyyətlə Naxçıvanda yadınızda saxlayın ki, 3-cü kateqoriyadır. Ancaq Azərbaycan Respublikası MSK-sı isə 2-ci kateqoriyadır. Deməli, burada 3-cü kateqoriya dövlət orqanlarında 1-ci Bakı şəhər prokurorluğu, 4-cü Şəki Ağır Cinayətlər Məhkəməsi və 5-ci Naxçıvan Muxtar Respublikasının MSK katibliyi. Belə, inşallah ki, davamlı olaraq qəbul tipi suallarını, izahını da çəkəcəyik. Sizdən sadəcə dediyimiz kimi istəyimiz olan ibarət ki, kanalımıza abunə olasınız və ətrafınızla paylaşasınız. Hər birinizə uğurlar arzulayıram.